Bunu da təqdim etmişik sizə. Payızda insanlar niyə depressiyaya düşür və bu nə qədər təhlükəlidir? Ekspertlər açıqlayıblar. Payız gələndə insanlar biraz halsız kimi olur, yəni yorğun kimi olur. Məncə payızda havalar biraz soyuq olur. Məncə problemlər də bir yandan, yəni hər şey üst-üstə gəlir. Payızda təxminən hər 5 nəfərdən biri özünə qapanır. Darıxanlar, özünü pis hiss edənlərin sayı artır. Əlbəttə, təbiətin dəyişməyi, havanın dəyişməyi ilə bağlı bir sıra insanların orqanizmində sağlıq problemləri və ya da psixoloji problemləri yaşanması mümkündür. Gündə gecənin saatının uzanması, gecələrin uzanması, günün qısalması, mövsümdə yəni havanın soyuması, əlbəttə ki, eyni zamanda ruhsal, yəni düşüklük, motivasiya düşüklüyü, iş qabiliyyətinin zəifləməsinə səbəb ola bilər. Bəs kimlər depressiyaya daha meylli olurlar? Həddindən çox həssas insanlar, hansı ki, ən kiçik bir şeylər belə onların qəlbinə toxuna bilər və bir də ki, hər şeyə neqativ yöndə baxan insanlar, yəni hər şeyi neqativə odaklayan insanlar daha çox depressiyaya məruz qala bilirlər. Depressiya ağır xəstəliklər siyahısında da çox faktorlu, əsasən də irsi xarakter daşıyan bir xəstəlikdir və insanın həyatına olduq dərəcədə mənfi fəsadlar göstərə bilir. Elə insanlar da var ki, ilin müxtəlif vaxtlarında bu sindromdan əziyyət çəkirlər. Payız fəsli sanki bir təkan olur. Onlara vaxtında yardım edilməzsə bu ağır fəsadlara yol aça bilər. Nəyəsə konsentrə ola bilmirlər, iştahda, yuxuda problemlər, cinsi aktivliyin aşağı düşməsi və s. Əgər payızın keçib getməsi ilə bu əlamətlər keçib getmirsə, hətta 2 həftədən çox davam eləyirsə və günün çox hissəsini də əhatə edirsə, bu artıq ciddi bir siqnaldır ki, insanlar həkimə müraciət etsinlər. Psixoloq Ruhiyyə Rüstəmova payız depressiyasından xilas olmağın yollarını sadalayır. İdmanla məşğul olmalıdırlar, aktiv həyat tərzinə keçməlidirlər. Tənhalıq, yuxusuzluq və yaxud da ruhsal düşüklük varsa, bu zaman ünsiyyəti gücləndirməli və yuxu rejimini düzəltmək üçün düzgün qida rejiminə də keçməlidirlər. Qida rejimimizdə əlbəttə ki, kofe, şokolad və s. meyvə, daha çox yəni meyvələrə müraciət etsək, bu bizim psixoloji durumumuzun bərpa olunmasına müsbət təsir edə bilər. Payız fəslində immuniteti gücləndirmək də şərtlər sırasındadır. Bunun üçün çalışmalıyıq ki, düzgün və planlı qidalanaq. İlk növbədə C və A, E vitaminləri ilə zəngin qida məhsullarına üstünlük verilsin. Gün ərzində ən azından bir dəfə meyvə istifadə oluna bilər. Karbohidratlara, protein və zülallara da mütləq diqqət olunmalıdır. Daha tez yatmaq, saat heç olmasa 10-da yuxuya getmək. Çünki saat 10 ilə 3 arası olan yuxu insanın bədəninin bərpası üçün çox önəmlidir. Bu zaman melatonin hormonu güclü səviyyədə ifraz olunmağa başlayır. Qaranlıq saatlarda insanın yuxuda olması insanın sağlamlığı üçün çox vacibdir. O günorta, gündüz, səhər nə qədər yatsa da bunun bədən üçün bir faydası olmayacaq. Depressiyadan xilas olmağa özümüz də cəhd etməliyik. Dostlarla sıx ünsiyyət, fiziki fəallığı artırmaq, təmiz havada gəzmək vacibdir. Əgər bu 2 həftədən çox davam eləyirsə, ümumiyyətlə payız bitəndən sonra da siz depressiya sizdən əl çəkmirsə, deməli bu artıq payız əlaqəsi yoxdur. Payız sadəcə bəhanədir. Depressiyadasınız. Bəli, və bunu ümumiyyətlə həkimlə